Mədinə dövründə nazil olan ayələrdə Millətu İbrahim, yəni İbrahimin dini və Muslimun, müsəlmanlar ifadələri eyni ayədə, Həcc surəsi 78-ci ayəsində birlikdə işlədilmişdir. Bununla tövhid anlayışından ümmət anlayışına, yəni özünü Allaha təslim edən kəslərin toplumu anlayışına keçid aydın şəkildə ifadə olunmuşdur. Dinul haqq, yəni haqq din ifadəsi isə təhrif olunmuş batil inanclar və dinlərə qarşı İslam dininin sağlam və dəyişməz əsaslarını ortaya qoyur. Eyni zamanda İslamın bütün dinlərdən üstün olacağı Qurani Kərimdə bir çox ayədə müjdələnmişdir. Huvəl-ləzi ərsələ rasuləhu bil-hudə və dinil haqqi liyuzhirahu aləd-dini kullihi və kəfə billahi şəhidə. Onu, İslamı, bütün dinlərdən üstün etmək üçün öz peyğəmbərini hidayət və haqq dini ilə göndərən odur. Şahid olaraq Allah yetər. Fəth 28. Bu məzmun digər ayələrdə də təkrar vurğulanmışdır. Tövbə 29-33, Saf 6-9. Həmçinin Mədinə dövründə nazil olan İnnə dinə indallahil İslam, Allah qatında haqq olan din şübhəsiz ki İslamdır. Ali İmran 19 və وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslamdan başqa bir dinə yönələrsə, onun dini qəbul olunmayacaq və o axirətdə ziyana uğrayanlardan olacaqdır. Ali İmran 85. Məzmunlu ayələr vasitəsilə İslamın digər dinlər üzərində üstünlüyü açıq və qəti şəkildə vurğulanmışdır.